...2025-ci ilin mayın 13-dən etibarən Almaniyanın Ludwigshafen şəhərindən Azərbaycana təşkil olunan vətəndaş səfəri çərçivəsində 22 nəfərlik nümayəndə heyəti qardaş şəhər Sumqayıta gəlib. Bu səfər Ludwigshafen Sumqayıt Dostları Dərnəyi tərəfindən təşkil olunaraq iki şəhər arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır. Almaniya qonaqların şərəfinə Sumqayıt şəhər muğam mərkəzində möhtəşəm bir konsert proqramı təşkil edilib. Konsertdə Ludwigshafen şəhərinin tikinti və ətraf mühit üzrə mer müavini Aleksandr Tevald və onun nümayəndə heyəti, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə və müəssisə rəhbərləri, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər. Konsertdə müxtəlif musiqi nömrələri təqdim olunub. Azərbaycanın milli musiqi alətlərinin sədaları altında qonaqlar unudulmaz anlar yaşayıblar. Bu cür tədbirlər iki şəhər arasında mədəniyyət mübadiləsini və dostluq əlaqələrini daha da gücləndirir. Sumqayıt və Ludwigshafen arasında münasibətlər müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı səfərlər daha da inkişaf etdirilir. Bu səfər gələcəkdə daha çox birgə layihələrin həyata keçirilməsinə zəmin yaradır. Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt şəhərinin iqtisadi, sosial və mədəni həyatını yaxından tanımaq imkanı əldə edəcək. Bu cür təşəbbüslər beynəlxalq dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına da böyük töhfə verir. Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıtdan sonra Azərbaycanın digər bölgələrinə, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfər edəcək, ölkənin tarixi mədəni irsi ilə yaxından tanış olacaqlar. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.